Bu arada işləyənləri də maraqlandıracaq bir xəbərimiz var. Belə ki, Azərbaycanın məşğulluq strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün tədbirlər planında ölkəmizdə beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modelinin formalaşdırılması nəzərdə tutulur. Bəs nədir çevik iş vaxtı rejimi və necə tətbiq olunacaq, hansı sahələrə və kimlərə şamil ediləcək? Əlbəttə ki, ətraflı məlumatı əməkdaşımız Zeynəb Nadirovadan alaq. Salamlayıram Zeynəb səni. Təfərrüatlar səndədir. Eşidirik. Aynur, hər vaxtın xeyir olsun. Belə artıq tədbirlər planı ilə bağlı təbii ki 2026-30-cu illəri əhatə eləyəcək olan tədbirlər planı ilə bağlı məlumat verdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu barədə məlumat verilib. Çevik iş saatı artıq Azərbaycanda tətbiq olunacaq, nəzərdə tutulur və bununla bağlı da işlərə başlanılır. Çevik iş saatı nədir? Təbii ki, digər ölkələrdə artıq tətbiqi baş tutub. Müxtəlif saatlarda işçilərin iş yerinə gəlməsi, yəni standart saatlarda yox, səhər saatlarından axşama kimi fəaliyyət göstərməsi yox, işçinin özünün seçiminə əsasən müəyyən saatlarda çalışa bilərlər, amma ümumi iş saatı nəzərə alınaraq o qaydanı pozmadan. Və bu kimlərə şamil olunur, o sualı ünvanladın. Təbii ki, o şəxslər var ki, əlilliyi olan şəxslər, eyni zamanda övlad böyüdən və bundan əlavə hamiləliyi olan şəxslər var və qeyd olunur ki, bu istiqamətdə müəyyən bir, belə deyək, işi həm də kənardan idarə eləyə bilən şəxslər var ki, o şəxslərə də şamil olunur ki, onlar özləri müəyyən saatları seçirlər. Təbii ki, bu səhər saat 6 və səhər 10 aralığı ola bilər və yaxud da 15:00 və 20:00 aralığı nəzərdə tutulur. Təbii ki, bu istiqamətdə hələ ki tətbiqinə başlanıldıqdan sonra daha detallı şəkildə, aydın şəkildə bu informasiyalar veriləcək və tətbiqi də nəzərdə tutulacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd olunur ki, həftəlik 40 saat iş saatı nəzərə alınaraq müxtəlif saatlarda işçilər işə gələ bilər. Bu əsasən nə üçün nəzərdə tutulub, beynəlxalq təcrübədən nə üçün yararlanıb? Həm yollarda, şəhərdə sıxlığın, tıxacının azaldılması, həm işçinin daha operativ və eyni zamanda keyfiyyətli şəkildə işi təmin etməsi istiqamətindədir ki, belə deyək, şəxsi həyatına uyğun şəkildə işini də o şəkildə qurur və həm şəxsi həyatı ilə bərabər öz işini də idarə eləyə bilir. Və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd olunur ki, bu iş rejimi daha çox həm də informasiya texnologiyaları, maliyyə, təhsil, dövlət idarəçiliyinin inzibati və analitik istiqamətləri kimi sahələrdə də icra oluna bilər və onu da qeyd elədim, az yaşlı uşağı olan, valideynlər əlilliyi olanlar, təhsil alanlar da daxil olmaqla digər şəxslər bu formada artıq iş rejimindən istifadə eləyə biləcək. Fasiləsiz fəaliyyət göstərən sahələr də var. Bilirik ki, burada müəyyən bir, belə deyək, məhdudiyyət nəzərdə tutulmur, amma qeyd olunur ki, həmin sahələr üçün də çevik iş saatı rejiminin tətbiqi xüsusi tənzimləmə mexanizmləri əsasında həyata keçirilə bilər. Təbii ki, elə qurumlar var ki, operativ şəkildə sırf çalışmalıdır durmadan. Onlar üçün isə mexanizm nəzərdə tutulacaq ki, bu istiqamətdə də icrası nəzərdə tutulub. Eyni zamanda qeyd olunur ki, ölkəmizdə çevik iş rejiminin tətbiqi istiqamətində qeyd edilən tədbirlər planı ki var, həmin nəticə indikatorlarına uyğun olaraq 2026-30-cu illər ərzində beynəlxalq təcrübənin araşdırılması, hüquqi institusional təhlillərin aparılması, müvafiq normativ hüquqi aktın tərtib olunması və layihələrin mərhələli şəkildə tətbiqi nəzərdə tutulub. Bəli, artıq Azərbaycanda da bu çevik iş saatının təbii ki tətbiqinə başlanılması nəzərdə tutulub. Bu istiqamətdə geniş informasiyanı biz də cəmiyyətin, ictimaiyyətin diqqətinə çatdırmağa çalışdıq. Hələlik Aynur, məndən bu qədər. Söz səndə. Təşəkkür edirəm Zeynəb ətraflı məlumatın üçün.